günləri biz fərqli bir mövzuda, yəni söhbət aparacağıq. Azərbaycan ordusunun vətən uğrunda can verən şəhidlərimizin, yəni arxasında qalan, onları yaşadan, əməlləri ilə, sədaqəti ilə, məhəbbəti ilə, milli mənəvi dəyərlərimizi özündə əks etdirən qəhrəman Azərbaycan xanımlarımızı, yəni bu günləri mən sizlərə tanıtmaq istəyirəm, cəmiyyətə tanıtmaq istəyirəm. Bizim bugünkü tədbirimiz Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilədir. Mən özüm layihə yazdım, bu mövzunu mən özüm seçmişəm, yəni təqdim eləmişəm, layihəmdən qəbul olunub. Əsas məqsəd şəhidlərimizin ruhunu yaşadan, şəhidlərimizə sadiq qalan onların nişanlıları və sevgililəridir. Yəni, həqiqətən də bu şəhid adı necə ki, hər kəsə alnına yazılmadığı kimi, şəhid sevgilisi də şəhid nişanlısı olmaq və onu sədaqətlə ömür kitabını bağlayıb, onu yaşatmaq da hər xanıma nəsib deyil. Xanımlarımızdan, yəni gedib qaynatasının evində yaşayan, mən bu evin gəlməyəm deyən xanımlarımızdan söhbət gedir. Mən gəlin öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan şəhidlərimizə sayğı olaraq bir dəqiqə biz onları sükutla yad edək. Allah rəhmət eləsin. Dediyim kimi tədbirimiz, yəni o fədakar xanımlarımıza həsr olunub. Hansı ki, o xanımları çoxsunu tanıyan yoxdur. Məsələn, İlham və Pərizəni biz dastan eləmişik, hər kəs onları tanıyır. Amma İlham və Pərizənin davamçılarını istəyərdim mən, hər kəs tanısın, bütün Azərbaycan xalqı tanısın. Məsələn, Qazaxda Vəli Mustafayev şəhid olmuş, Allah rəhmət eləsin. Onun sevgilisi, yəni hələ nişanlı da deyildi. Onlar təzə-təzə həyata qədəm qoydular, arzuları vardı, xəyalları var idi. Arzu xanım şəhid xəbərini eşitdikdən sonra dözmədə ayrılaraq intihar etdi. Bu da İlham və Pərizənin dabancısı kimi, amma çoxumuz onu tanımır. Mən indi bu layihə salmışam, bu tədbiri geniş Qazağa getməliyəm, orada şəhidin məzarını ziyarət eləməliyəm. Eləcə də Arzu xanım ilə şəhidin məzarı yanaşır. Atası ilə danışmışam, deyir ki, biz onu ayırmadıq. Bu sevgililəri, gətirdik, özümüz dedi, oğlumun yanında dedi, onu dəfn elədik. İkinci, məsələn, xanımımız da var, ikinci, üçüncü xanımımız, onlar da həqiqətən, çox, qürur duyulası xanımlardır. Abşeron rayonunun Saray qəsəbəsindən şəhid Hüseyin Nəcəfzadə, nişanlısı Atlaz ilə evləndilər. Daha doğrusu toyu oldu, amma toy olarkən ondan sonra müharibə başladı. Hüseyin Nəcəfzadə döyüşə getdi. Evdə cehiz hər bir şey düzənlənərkən şəhid xəbəri gəldi. Mən o Atlas xanımın videolarını çox izləmişəm. Heç mən bu anı unuda bilmirəm ki, o gözümün önündən getmir. Orada Atlas məzar önündə deyir ki, nənəsinə, nənə dözə bilmirəm, nənə onu istəyirəm, nənə onu istəyirəm. Bu söz mənim ürəyimi həqiqətən o zaman bağlamışdı. Çox pis təsir eləmişdi mənə və bugün Atlas xanım da həmin xanımlardan biridir. Necə ki, ömrüm var, şəhid adını yaşadacağam, dünyaya tanıtılacağam deyə. Üçüncü bir xanım isə Zaqatala rayonunda Turan Məhərrəmovun, şəhid Turan Məhərrəmovun nişanlısıdır Sahib xanım. Sahib xanım da nişanlısı şəhid olduqdan sonra ömür kitabını bağlamış, gedib qaynatasının evində yaşamağa qərar vermiş, mən bu evin gəlməyəm deyə. Baxın, belə bir xanımlar, belə sədaqətli, vəfalı xanımlar yalnız Azərbaycan xanımları ola bilər. Düzdür, bəzi şəhidlərimizin xanımları var. Hətta
onların arasında yəni şəhidi qoyub gedib evlənənlər də olub. Amma çox təəssüf ki, biz onlara bir söz deyilmir, heç kəs də onları qanaya bilməz, həyat davam edir. Ancaq ən təsir edici yeri odur ki, yəni onlar evləndikdən sonra da bəzi vaxtlar görsən şəhidin şəklini paylaşır, şəhid yoldaşıyam, şəhid ailəsiyəm deyə, hətta bəzən statuslardan da istifadə eləmək istəyir. Amma çox təəssüf ki, əgər sən şəhidi qoydunsa, sən yoldaşın şəhiddir, sən onu qoyub ikinci dəfə ailə qurdunsa, artıq bu status bitir, yəni artıq sən şəhid ailəsi sayılmısan. Amma bu xanımların ki, adını çəkdim, yəni çox qürur verici xanımlardır. Bu illəri mənim işim bu olacaq, o xanımları tanıtmaq, o xanımları təqdim etmək. Daha bir başqa bizim gözəl xanımımız var. Başdan başa bu xanım sevgidir, qəlbi dolu, ürəyə dolu, sevgi ilə doludur. Allah ona o qədər gözəl qəlb verib, o qədər sevgi verib ki, nişanlısı ilə onlar nişandan sonra toy edəcəkdilər, amma həmin ərəfədə yenə müharibə başladı, nişanlısı döyüşə getdi. Xanım o sevgilisini gözləyə-gözləyə xəyallar vurdu. İllər keçdi, düz 32 il keçdi, amma yenə də xanım o sevgilisinə qovuşmaq anı səbirsizliklə gözlədi, gecə yuxularında gördü, gözəl xəyallar vurdu və 32 ildən sonra artıq yəni onun nişanlısının şəhid olma xəbərini aldı. Bu xanım, yəni Sevda xanımdır, mənim yanımda gözəl bir qəlbi olan Sevda xanımdır. Bax, o üzük onun barmağında 32 il, yəni onun barmağında qalıb. Bax, Sevda xanımı görürsünüz, bu üzük yaş keçdikcə, Sevda xanım yaşlandıqca bu üzük artıq onu qaralmağa başladı. Sevda xanım gelib üzüyünü döyülüşdürdü, genişləndirdi. Bax, belə bir xanımlarımız var, belə xanımlarla qürur duymaq lazımdır. Şəhidin adını yaşadan, ona saygı göstərən, milli mənəvi dəyərlərimizi əks etdirən əsl Azərbaycan xanımı. Mən istəyirəm ki, onları cəmiyyətimizə təqdim edək, xalqımız onları tanısın. Burada iştirak edən bu xanımlarımız var. Bax, bunların hər biri döyüşçüdürlər. Azərbaycanın qəhrəman cəsur xanımlardır, döyüşçü xanımlardır. İllər keçib, bax, mən bunların hər birini tanıyıram. Bax, Hüsarə xanımdır, Nəzakət xanımdır, Səkinə xanımdır, bu xanım Şəhra xanımdır. Bax, Mərdan qardaş mənimlə bir hərbi xidmətdə, yəni jandarma, daxili qoşunlarda xidmət eləmişik. O vaxt çox gənc idik bir yerdə, yəni illər gəldi, keçdi. Rəfqə xanımdır, ondan sonra Hacı xanımdır. Bunlar hər biri qəhrəman Azərbaycan xanımlardır, analarıdır. Bir saçını ağ hörüb, bir saçını qara hörüb. Səngərlərdə xidmət edən əsgərlərimizin yanında olan xanımlardır. Gəlin, Gülara xanım, gəlin. Hər birinin ürəyi sözlə doludur. Bugün mən indi onlara ayrı-ayrılıqda söz verəcəm. Mərdan qardaş, yaxşı olar elə ilk növbədə siz danışırsınız. Çox təşəkkürlər, var olun, minnətdaram. İlk öncə sizə dərin təşəkkürümü bildirirəm ki, belə milli dəyərlərimizi yaşadan, belə gözəl tədbir təşkil edəmişsiniz. Həqiqətən də Azərbaycan xanımı, ümumiyyətlə Türk qadının qəhrəmanlığı bizə tarix boyu bəllidir. Üzü Tomişdən bəri sadalasaq görərik ki, bizim Azərbaycan xanımları həmişə öz cəsur igidlərinin yanında bir olub düşmənə qarşı qəhrəmanlıqla mübarizə apardılar. Koroğlu dastandır. Dastan olsa da belə biz bilirik ki, Koroğlu qəhrəmandır. Azərbaycanın igididir. Onun həmişə ilham aldığı Həcər xanım olmuşdur. Qaçaq Nəbidən söz açsaq görərik ki, Həcər xanım onun yanında olmuşdur. Həmişə onunla birlikdə mübarizə aparmışdır. Yaxın əsrə müraciət etsək görərik ki, məsələn, Azərbaycan qadının sədaqətini biz bariz nümunəsi olaraq İlham və Fərdə xanımda görə bilərik. Siz dediyiniz kimi, bunların davamçıları olub və elə sizin özünüzə biraz, necə deyim, uyğundur ki, mən Əskər qəzetində fəaliyyətə başlayanda birinci siz gördüm ki, Azərbaycan qadını daxil qoşunların mətbuat orqanında, əskər formasında erməni işğalçılarına qarşı öz qələminlə, öz, necə deyim, ürək döyüntüsünlə fədakərcasına çıxış etmişsiniz də, bunun özü həqiqətən də Azərbaycan xanımının, Türk qadınının qəhrəmanlığını, onun vətənə sədaqətinin bariz nümunəsidir. Mən
o keçmiş xatirəyə qatmaq istəyirəm. Sizinlə birlikdə çalışdığım Zərçə qəzetində inandırım sizi mən cəbhə bölgəsinə gedəndə orada bir hanım da var idi, şəkil. Bəlkə də siz də tanıyırdınız. Könül. Könül. Görən şəhidimizdə, Şəhidimiz. deməli, Mərdən qarşı. O vaxt komanda məni çağırdı, dedi ki, Könül gəlib 10-cu sinifini qutarıb döyüş bölgəsinə gedib. Çağırın otağında, onu başa sal ki, burada idarədə qalsın, döyüş bölgəsinə getməsin. Mən Könüllü rəhmətli çağırdım otağımda, danışdım, başa saldım ki, qız uşaqsan, təzə qutarmısan 10-cu sinifi, orada çəkindir, səngərdir. Nə elədim, mən onu yoldan çıxara bilmədim. Könül dedi ki, mən gedəcəm döyüşə. Şəhid xanımız. Ətrafında gedən döyüşlərdə Könül xanım şəhid oldu. Biz tarix yaşamışıq, nələr görmüşük qardaş, nələr görmüşük biz. Nədir? Sözünüzün qüvvəsi olsun, mən yəni orada şəkil Könül deyərdik. Könül xanımdan müsahibə götürülmüşdü. Bugünkü kimi yadımdadır, Məmməd Aslanın onun müsahibəsi. Və mən onun əyanı olaraq döyüş bölgəsində, Ağdamın Fərruh da ətrafında gedən döyüşlərdə Fərruh dağı yüksəkliyi ətrafında gedən döyüşlərdə şəxsən orada mən o xanımın o bu qəhrəman simasına bələd oldum. Bu doğrudan da demək sözümüzdən oldu ki, o müsahibəni biraz xatırlatmaq istəyirəm, sizin də yadınızda olar əyəcək. Məmməd Aslan ona sual verdi ki, sən gənc bir xanımsan, az yaşlı idi, hatta son 8 illərin Tezi orta məktəblər yenicə tutarmışdı. O sizin dedi nişanlı olmaq vaxtınızdır, ailə qurmaq vaxtınızdır. Sizin dedi nişanlınız var. Könül xanımın yadıma gəlir ki, dedi ki, mənim nişanlım bu torpaqdır. Bu torpaq mənim, bu vətən, bu torpaq mənim nişanlımdır və mən ona qovuşacağam. İnandırım sizi bu həqiqətən duyğusal bir ifadədir ki, Könül xanım dediyi kimi də onun həqiqətən də nişanlısı torpaq oldu, vətən oldu, elə də torpağa qovuşdu. Şəhid olacağam, elə də qovuşdu. Mən həqiqətən də Azərbaycan xanımlarının bugünkü bax bu tədbiri təşkil etdiyimizə görə dərin təşəkkürümü bildirirəm və elə o Könül xanımın dövründə də mənim elə vətənpərvər, mən həm də şeir, necə deyirlər, elə təbiətində şeir yazmaq var. O vaxtlar, şair təbiətliyəm və yadıma gəlir o vaxtlar elə xanımlarımızın, necə mən toxundum artıq ki, Koroğlu həmişə xanımlarımızı görəndə həm onlardan ilham alardı, həm də onlarla birlikdə düşmənin üstünə daha nərə ilə, daha cəsarətlə, ürəklə gedərdi. Onda yazdım vətənlə bağlı şey, demə dumanınam, demə çəninəm, torpaqdan göyərən bircə dəninəm, bir damlan olsam da vətən səninəm, torpağım, günəşim, suyum səndədir, sənin evladınam, sənə baxıram, köksündə çiçəyəm, zirvəndə qaram, sənin evladınam, sənə baxıram, vüqarım səndədir, boyum səndədir, yenicə doğulmuş səhər payınam, bir şua işığın gülər payınam, mərdanam, mən oğul hünər payınam, sevgim, məhəbbətim, boyum səndədir. Bizim sevgimiz xanımlarımıza tükənməzdir. Mən bütün bu adınız çəkdiyiniz xanımlara dərin təşəkkürümü bildirirəm ki, Azərbaycan xanımının sədaqətinin bariz nümunəsi gözümüzün önündədir. Həqiqətən də Azərbaycan xanımının, Türk xanımının dünyaya nümunə olacaq, örnek olacaq xanımlarımızdır və bunların gələcəkdə ən böyük bir örnek olması, həqiqətən də bu tədbirin təşkilatçılığında da mən sizə minnətdaram ki, bu bizim gənc nəsillərimizin, bizim yetişməkdə olan xanımlarımızın, qadınlarımızın hər vətənə bağlı, ərə deyək də, belə cidrə, sədaqətli olması baxımdan ən böyük bir tərbiyəvi əhmiyyət kəsb edən bir tədbirdir. Təbrik edirəm, uğurlar diləyirəm. Çox sağ olun. Bizim indi tədbirimizə gəldik. Gülara xanımın, Gülara Musayeva, Azərbaycan ordusunun qəhrəman xanımı, komandir, Müdafiə Nazirliyində o vaxt çalışırdı. Gülara xanım haqqında nə qədər söz desəm, yəni azdır. Gülara xanım çox, yəni həqiqətən də baxın, saçları ağarıb, gör neçə illər keçib Gülara xanım. İndi şükür olsun ki, əziyyətimiz yəni boşuna getmədi də, zəfər oldu, torpaqlarımız azad edildi. Gülara xanımın mən bilirəm ki, ürək sözləri var. Buyur Gülara xanım. Yəni xanımlarımız, burada bugün mövzumuz şəhid nişanlarıdır, şəhid sevgililəridir. Yəni onların adını daşıyan, milli mənəvi dəyərlərimizə sadiq qalan, vəfalı xanımlarımız haqqındadır. Ömür kitabını bağlayan
Hansı ki indi görürsünüz ki boşanmalar var, gündə ondan boşanır, bu bundan boşanır. Amma belə dəyərli xanımlarımızı biz istəyirik ki, gənclərimizə örnək olsun, belə tanıdaq onları. Hamınız xoş gəlmişsiniz. Xoş gəlmişsiniz, ona görə deyirəm ki, burada olan döyüşçü xanımlarla demək olar ki, xeyli vaxtı görüşmürük. Roza xanım sağ olsun ki, bizi görüşdürdü. Roza xanımın o dediyi sözlərdən sonra o bir Allah keçsin günahımızdan o cür tərifli sözlər dedi. Adam fikirləşir ki, 89-cu ildən üzü bu yana gedəndə heç vaxt fikirləşmirdik ki, nə vaxtsa qəhrəman olaraq, nə vaxtsa nəsə tələb eləyərik dövlətdən. Ağlımıza heç nə gəlmir. Bircə fikrimizə gələn o idi ki, Yevlağa qədər gəlmək istəyənlərin qarşısını kəsməkdə bizim də rolumuz olsun. Yəni, tək mən özüm nəzərdə tutmuram. Məndən də şücaətli, məndən də dəyanətli xanımlarımız olub. Döyüşlərdə iştirak ediblər. Hərənin öz payı olub. 89-cu ildən qələbə, zəfər gününə qədər. Torpaqların azad olunmasında mənə sual verəndə mən həmişə deyirdim ki, deməyin 20% torpağımız erməni tapdağındadır. Həmişə deyin ki, 80% torpağımız bizim özümüzdədir. Çünki biz onların fikrini bilirdik, onlar hara qədər gəlmək istəyir. Bütün Azərbaycanı Xəzər dənizinə. Ona görə də həmişə deyirdim ki, ancaq fikirləşin, hər yerdə deyin ki, biz 80% torpağı necə saxlamışıq? Qələbə günündə, zəfər günündə, o döyüşlərdə olan o silahlar, o təminat, xanımlar var burada, sözümü təsdiq edərlər. Dişimizlə, dırnağımızla saxlamışıq. Yəni, mən bunu özümü tək demirəm. 89-dan 92-yə qədər həqiqi hərbi xidmətə çağırılana qədər Qarabağın elə bir nöqtəsi, istər erməni, istər Azərbaycan kəndləri olmuyor ki, mən orada olmuyorum. Bizim bir balaca qrupumuz var idi. Əlif Hacıyevdən, Dadaş Rızayevdən, mən Etibar Hacıyev, sürücümüz Vahid Abbasov adamlı idi. Bir oğazla o kəndləri əriş-əriş gəzirdik. O kənddə bizim Azərbaycan əhalisinin yaşadığı vəziyyəti də görürdük, ermənilərin yaşadığı vəziyyəti də görürdük. Nələr olurdu, lazım yerlərə deyilirdi. Yəni, nə demək istəyirəm? Xanımlar var ki, əllərinə silah götürüblər, döyüşürlər. Amma döyüş təkcə silahdan ibarət deyil. O silahı əlinə götürüb irəli gedənlərin o əməliyyatları hazırlamaq üçün olan məlumatları çatdıranlar var idi. Və o məlumatlar çatandan sonra, döyüş əməliyyatları hazırlanandan sonra o məlumatları çatıranlar geridə qalırdılar. Qazaxda 707-də qulluq eləyəndə neçə ailəyə şəhid apardım. İnanın ki, atalar qalırdı bir qıraqda, analar deyirdi ki, bu dəqiqə tabut açılmalıdır. Biz görmək istəyirik. Akstafanın Sadıqlı kəndi var. O kəndə bir şəhid apardı. Qrantamyotla vurmuşlar. 92-nin cəbhə boyu döyüşlər olan vaxtdan danışıram. Atası onu lülə sümüyündən, ayağının lülə sümüyündən və əynindəki idman paltarından demişdi ki, bu mənim oğlumdur. İndi siz təsəvvür edin ki, orada o tabut açılaydı və orada anaların vəziyyəti necə olardı? Qara xəbər edildi, yəni ondan deyil, çətin bir şey yox. Demək istəyirəm ki, çox ağır günlər idi. Hərbiyə çağırandan sonra da tavar komandirinin mavini kimi qulluq elədim, o cür ehtiyata buraxıldım. Gədəbəydə, Qazaxda, Daşkəsəndə, Ələtdə. Amma hər an bircə fikrim var idi ki, döyüşdə olan xanımların hamısı bir araya gəlsinlər, bir yer toplansınlar. Şükür ki, elə bir arzu yerinə yetdi. Bax, bu günləri burada əyləşdiyimiz. Hamısı, yəni, bizdən sizin kimi komutan olan xanımlar bu günləri Aksas, yəni Alqıtsək ana olmuşlar. Bunun da Allah'a yəni, şükür olsun. Bu da bir tarihdir. Gülər xanım, təşəkkür edirəm. Çox sağ olun. Yəni, elə söz var ki, desəm öldürərlər, deməsəm ölürəm. Yəni, o deyə bilməyəcəyim sözləri zaman özü deyəcək. Sağ olun. Bir əsas olaraq dediniz, mən də oxundu ki, şəhid aparmaq, şəhid xəbəri vermək. Ondan çətin bir şey yoxdur. Deməli, 92-ci ildə
biz Beyləqan tərəfdə idik. Bizim uşaqlar, yəni bizim təşkilatın üzvləri dedilər ki, bir meyit qalıb ortalıqda. Ortasında boğazında, yəni boğazın asıldığı yoxdur. Onun içində adı, familiyası var. Məmmədov Rəşad Xoşbəxtoğlu idi. Yoxsa Məmmədov Xoşbəxt Rəşadoğlu. Mən bunu götürdüm, dedi Abşeron rayonundan öyrəndim ki, gəlib hərbi komissarlıqdan. Gəldim Abşeron rayon icra hakimiyyətinə bilmədilər. Gəldim Abşeron rayon hərbi komissarlığına, komissar dedi ki, yox, bu bizdən deyil, bəlkə könüllüdür. Amma dedim, çox gənc idi. Nəysə, bir xətlə mən onun valideynlərini xəbər elədim. Evdə idi, bir də görüm atası gəldi. Heç mənim yadımdan çıxmır, WhatsApp-dan qız elimdə. Dedi ki, düzgün de mənə, oğlum əgər şəhiddirsə hazırlığımı görüm, düzdür. Belə baxdım, bircə kəlmə şəhiddir dedim, kişi boğuldu, heç nə eləmədi, gördüm boğuldu, gözü boğuldu, heç nə eləmədi dedim. Mən həyatımda o anı heç vaxt unutmuram ki, yəni ilk o şəhid xəbəri verməkdən, o atanın boğulmağını görməkdən, yəni çətin acı bir şey yoxdur. Bax, siz dediniz, mən onu xatırladım. Yəni, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bugünkü mövzumuzla, yəni biraz da mövzudan kənara çıxmayaq. Əsas məqsədimiz o şəhidlərin ruhunu yaşatmaqdır. Onların xanımlarıdır, nişanlılarıdır, sevgililəridir. Belə qeyrətli xanımlarımız, gənclərimizə örnək olaraq. Bugün, yəni, tədbirimizdə Ruxsarə xanım, bax, gənc adın qoymuşlar, tutur, Qaraca qızlar o tutuya oxşadığı üçün, özü də bax, ayağı əngəlli ola, o müharibəyə gedib, səngərdə olub. Bugün, bax, bayaq danışdıq, Zaqatala rayonundan şəhid Turan Məhərrəmovun, yəni sevgisi Sahib xanım haqqında. Elə Sahib xanımı da tapmaqda Ruxsarə xanım mənə köməklik elədi, təşəkkür edirəm. Ruxsarə xanım, siz də görün nə deyirsiniz? Herkes hoş gördük. Roza, sen zamanında keçirdiğin tedbirlerle bu tedbirin arasında hakikaten de çok fark var. Hürmet şeyler, tedbirler yani keçirmiş. her zaman 34 yanında, il keçirmiş. bəli, her zaman yanında olmuşam. İllə belə də olmağa, gücüm çatdığı qədər herkesin yanında olmağa özümə söz verirəm. Hələ Turana qədər mənim dəyərli bacım, Rəhlə xanım Orucova, o meydan yoldaşım idi. O da nişanlı idi. Mən çox istəyirəm kitabların birinə onu da salasam. Onlar bu dünyada bir-birinə çatmadılar. O dünyada da dəfn elədiyi zaman Balağanın qəbri bu tərəfdə qaldı, Rəhlənin də qəbri bu tərəfdə qaldı. Ortalıqda gətirib kimisə dəfn elədilər. Yəni həyat belə həm acıdır, həm də o qürur vericidir. Doğrudan da ki Turan'ın orta məktəb illərində istədiyi qızı o qədər çox istəyirdi ki, onların toyunu həqiqətən də tez eləməyə çalışırdılar. Heç Turan'ın əskərlikdən gəldiyini də gözləmək istəmirdilər ki, arada gətirib toy eləməyə lazım idi. Və antiterror əməliyyatında Turan şəhid olandan sonra həqiqətən də o xanım özünə güc topladı və dedi ki, mən bu evin gəlini olacağım. Çünki artıq ev bəzənmişdi, toya az qalmışdı, sayılı günləri idi və o toyda da hər kəs doğrudan da ürəklə gözləyirdi. Heç kimi inanmırdı Turan'ın ölümünə. Hətta bacısı ondan bir gün qabaq Turan'la danışmışdı. Turan'a gözləyirdi ki, qardaşı gələcək, artıq bir neçə gündən sonra toy başlayır. Hətta toyun vaxtı təyin olunmuşdu. Çünki hər şey evə yığılmışdı, evi bəzənmişdilər. Qismətdən artıq yemək olmur. Allah'ın da yazısı o antiterror şəhidlərində 2022-ci ildə. Toy duması yəni qara rəngə boyandı. Amma o evi o qədər bəzənmişdilər. İndi o evin bəzənmə ərəfəsindən qətiyyən bir şey qalmayıb. O evi artıq mebel yox, onun muzey şəkilləri bəzəyib. Turan mənim qonşu kəndimdəndir. Zaqatala rayonunun Qımırbazar kəndindəndir. Çox gözəl ailədirlər, ata da, ana da, çox sakit. 3 bacının bir qardaşı idi Turan, amma nə demək olar? Həqiqətən də adına təsir eləyir ki, toya hazırlaşasan, amma şəhid qucaqlayasan. Doğrudan da ağırdı o mövzu. Mən o mövzuya heç vaxt girmək istəmirəm. Bir dəfə də mənim başıma gəlir. Mən şəxsən anam qapıya baxıb hər zaman mənim tabutumu gözləyib. Amma əfsuslar olsun ki, bugün biz sağıqsa da şəhidlərimizə borcluyuq. Mənim məsəl üçün komandirimin hesabına biz sağ qalmışıq. Roza, sənin tədbirlərin həqiqətən də çox ağırdır və
Gözəl tədbirlərdir, amma ağırdır, çox ağırdır. Hər zaman ağır tədbirləri seçirsənsə, ağır layihələr seçirsənsə, uğurlar arzu edirəm. Gün o gün olsun, Günəş qızımızın gözəl günlərini görək. Həqiqətən də mən səni çox istəyirəm, çünki illərlə tanıdığım insanlardan birisən. Çünki elə belə tanımamışıq, bu ağır yolda tanımışıq. Ağır yolda da bir-birinin arxasında dayanmaq hər adama hünər deyil. Gülarə xanımı mən düz meydan hərəkatından tanıyıram və bugünkü günə qədər arada vaxtımız düzdür, bir-birimizi görə bilmirik. Amma həqiqətən də qadın qürurudur, müqəddəsdir və o müqəddəsliyi örən günə qədər hər bir qadın qoruyursa, mən qarşılarında baş əyirəm. Fərqi yoxdur, şəhid qadınıdır, şəhid anasıdır, şəhid bacısıdır. Bu yolda, düzgün yolda olarsa, hər zaman yanlarında olaram. Yox, olmazsa yolumuz başqadır. Allah şəhidlərimin ruhları şad, qazilərimə can sağlığı versin. Allah sənə uğurlar. Sağ olun. Hər zaman da yanındayım. Sağ olun, Allah razı olsun. Tədbirimizdə bizim vaxt Səkinə xanım iştirak edir. Cəbrayılın gözü. Bəli, Cəbrayıl rayonundandır. O gün zəng eləmişəm Səkinəyə. Səkinə xanım deyir ki, yatmamışam. Deməli, Səkinə xanımın qardaşı və qohum əqrabası 5 nəfər cəmi. Bəli. 6 nəfər cəmi o gedən döyüşlərdə, yəni yoxa çıxmışlar, itkin olmuşlar. İndi onun həmin ərazini qazmaq üçün göstəriş verilib, amma hissini tapılmır. Səkinə dedi ki, yatmamışam, sabaha qədər yatmamışam. Amma tapılacaq. İnşallah tapılacaq, bəlkə sağ tapılacaq. Allahın izni, Allahın çox möcüzəsi Özü var. Səkinə demişəm, Allahın çox tapılacaq. möcüzəsi Gecə var. məni zəng edib Yəni- deyəsən ki, tapıldı. Hə, yəni Səkinə xanım da ürəyə doludur, Səkinə xanım. Yaxşı. Nəzakət xanım da deməli, bax elə Səngərdə yoldaşı ilə tanış olublar, döyüş bölgəsində nizamlərimlə, orada nişanlanıblar Səngərdə. Hətta mən eşitdim ki, elə toy gecəsi, qəfil döyüş başlayıb, toy gecəsində Bəli. o hələ silahını götürüb döyüşə gedir. Nəzakət xanım, yəni Nəzakət xanım da beləcə, yəni sədaqətli xanımlardan biridir. Mən onları bu yaxınlarda bərabər gördüm Nizami müəllimlə. Yəni tədbirdə gün neçə keçir. Yəni belə həmişə bir yerdə olasınız, həmişə bir-birinizə qarşı belə sədaqətli olasınız. Gənclərimiz də sizdən hörmət götürsünlər. Çox sağ olun, təşəkkür edirəm. Əvvəla hər bir kəslə xoş görüşmüşük. Mən Şəmkirdən gəlmişəm. Çox təşəkkür edirəm. Sizin bütün tədbirlərdə iştirak etmək canına başım Təşəkkür edirəm. Mən hazır. sizə özüm demədim ki, qıymadım ki, Şəmkirdən vurub bura gələsiniz. Yox, Bax belə inanırsınız. tədbirlərdə mən həqiqətən can atıram. Hər Allah bir razı tədbirə olsun, burada yox, təşəkkür ümumiyyətlə Şəmkirin özündə. Qan çəkir axı, qanda o Doğru. qanları Burada görürsünüz, o oturanların hadisələri hər biri, görürsünüz. hər biri Eyni əqidəli eyni insanlarla. eyni fikir sahibləridir, eyni yolu keçmiş İnanıram ki, insanlardır. Allah qızarasın, müharibə olmasın, müharibə olarsa, bax bu xanımların hamısı Sağ birinci olsun. özünü atacaq Bəli. önə. 44 gün Sən müharibələrə gələcəksən, getdik, bəli. biz müraciət elədik. Düz bizim yaşımıza görə götürmədilər, amma bir həftə ayaq döydük ki, yox, gedirik. Silah verməsəniz elə yarım gedəcək biz. Nəysə, sözü çox uzatdım. Bəli, 92-ci ildə əsas demək olar ki, ermənilər hücum edən ərəfələrdə bu Xocalı hadisəsindən sonra eşitdiyim ki, Azərbaycan xanımlarını əsir götürüb aparıblar. Və üstə gələk bizim Universitet Azərbaycan fizikada işləyirdim burada. 2 nəfər şəhid oldu, biri Xəlil Ulu Türkün oğlu Təbriz, biri də bizim Qiyafimizin oğlu Tahir. Yadımdadır. Eyni zamanda Salatın Əskərova bizdən işləyirdi. Salatını da gətirdilər. Ardından orada şəhid gəlirdi, daha heç cürə dözə bilmirdik. Təklif olurdu, indiki kimi hər bir kəsin yerinə xatırında olar, bu cavanlar bəlkə yadına düşməz, elə şeylər uşaq idilər o dövrdə. Reklam əvəzinə tez-tez elanlar olmurdu ki, qeyrətli oğullar, qızlar vətən qorumağa getsin. Xatırlayarsınız hər biriniz. Və o dövrdə mən də tələbələrə başıma yığdım, 32 nəfər tələbə ilə getdim öz doğulduğum Gədəbəy bölgəsinə ki, çünki o bölgəni daha yaxşı tanıyırdım. Nəysə, getdik bir neçə müddətdən sonra istər-istəməz tək cavan qız uşağı və bu Nizam müəllimin də şücaətini gördüm, bəyəndim. Çox üzr istəyirəm hər bir kəsdən, dönə-dönə üzr istəyirəm deyəcəksiniz, burada öz eşq məcəllərini danışırsınız, ondan getmir. Sadəcə ailə qurmaq qərarına gəldik və bizim toyumuz olanda hardasa 70-80% zabitlərimiz idi, bizim o döyüş yoldaşlarımız idi. Elə toyun şirin vaxtında toy başlamışdı. Pisimullah Həleyf Haməlli süfrəyə uzatmaq ərəfəsində elan olundu ki, ermənilər hücum ediblər. Və toyumuz yarımçıq qaldı.
O toyun yarımçıq olmaq eləmişsin, gün bu dedələr, mənim elə bir həsrətimdə qaldı ki, bizim toyumuz yarımçıq qaldı. Toyunuz hər yarımçıq kəsən qala üzr bilər, amma istəyir. eşqiniz yarımçıq Yox, qalmadı. eşqimiz davam edir. Sevginiz Bəlkə də yarımçıq ona görə qalmadı. də həm də bir-birimizə daha çox sarılmışıq doğrusu. Yenə hər bir kəsən üzr istəyirəm, bircə dənə oğlum var. Neçədən sonra bu yaşından toy oldu, xanımlarımızın bəzi iştirak edir. İnanırsınız oğlumun toyunda da mən ürəyim ağzıma gəldi ki, Allah, tez olsun toy O tutarsın. travmanı almışsınız deyə. Bütün toylarda, qohum nədir, qonşu nədir, hər bir toyda cəmaat arzulayır ki, toyun vaxtı biraz uzansın, çox şənlənir. Amma nəsə özümdən qeyri-ixtiyarı mənim elə bir ürəyimdə o tıqqat Aldığınız travmalar. İlahi. Bu toy sağ-salamat qutarsın, biraz tez olsun qutarsın ki, heç bir hadisə olmasın. Neyse, bu olmuş hadisələr, bu geçmiş günlərdir. Gülarə xanım bizim komandirimiz olub, indi azdan çoxdan tanıyır. Və döyüş başlandı, hamı getdi döyüşə. Yoldaşım komandir rotaydı, bunu göndərdilər ən ucqar nöqtəyə. Ermənilərlə tam üzbəüz. Rəhmətli komandirimiz Cahangir Rüstəmov idi, polkovnik. Buna təkim oldum, gedirəm, mən də götürəliyəm. Dedi, xanım, sən arxaca qədər oturmalısan, Sançasda oturmalısan. Dedim, yox, getməliyəm. Elə də əmrim verildi mənim. Mən də getdim bu döyüş bölgələrə və mənə silah verildi. Həmin silahın nömrəsini hələ də saxlayıram. Yoldaşımla bərabər. Yoldaşımla bərabər bütün döyüşlərdə bir çiynimdə çanta, ağır yüklə, o bir əlimdə də silah. Və ilk dəfə biz o Şınıq bölgəsinə getdik, bir müddət orada qaldıq. Sonra bütün elə ağır bölgələrin hər birinə bizi göndərirlər. Və bir müddət müharibə qutarana qədər bir yerdə olduq. Müharibə qutarandan sonra artıq yoldaşım bir müddət yenə qaldı işlədi, amma mən artıq evladıma görə çıxdım, oturdum evdə. Uzun müddət müəllimə işləmişəm, qaldım Gələbəy bölgəsində, sonra dəyişildik Şəmkirə, bizə verdilər Şəmkirdən bir çox sökük, bir təpik uzan aşağısı evimiz var. Yenə şükür, başımızda qırşamız var, əsas məsələ odur ki, düzdür, o ağır dərd idi, o döyüş bölgəsinə yaralıları sarmaq, bir neçə yaralı gəlib, biri yalvarır, biri söyür hətta, yəni məni qan aparır. Bir nəfər çatdırmaq çox çətindir, o çətin günləri yaşamışıq. O şəhidlər gələndə onlarla bərabər biz də ölmüşük, dirilmişik. Əsas da onları evlərinə aparanda. Siz əsas mövzumuz odur. Bax, yoldaşınızla bərabər çiyin-çiyinə. O heç yoldaşınız deyildi də, hələ nişanlıydınız, toyunuz yarımçıq qaldı. 3-4 aydan sonra biz elə evləndik, müharibəyə gedəndən 4 ay sonra evləndik. Ondan sonra elə daimi bir yurda olduq və bu şəhidlər də gələndə o şəhidləri məni qabağa verirdilər ki, siz qadın xaylası, qadınlara, yəni şəhidlərin analarına dil taparsınız, birləri gelin görün, onlarına ətər yoxlayabilirsiniz. İnanırsınız, harasa bir il bundan qabaq Şəmkirdə bir şəhidin anım günə gedirdim, bir qadın məndən üzr istədi, dönə-dönə avtobusa gedir, yalnız dedim, mən sizi tanıyamadım. Dedi, mənim qardaşım Tofiq Hüseynov şəhid, siz onu gətirəndə mən özümə ixtiyarsız sizin sinənizdən belə tutdum ki, niyə siz şəhid olmuşsunuz, mənim qardaşımı şəhid gətirmişsiniz. Yəni elə anlarda olur ki, istər-istəməz evladı itmiş valideynlər özlərini cılovlaya bilmirdilər. Lap elə ağır sözlər də işlədirdilər ki, niyə mənim oğlum şəhid oldu, niyə siz olmuyorsunuz şəhid? Niyə siz onu göndərdiniz Kəlbəcərə? Bax, belə sözlərin hamısını eşitdik, inanırsınız. Saatlarla yox, həftələrlə, aylarla yuxumuzdan çıxmırdı, onların söz səsləri qulağımızda gəlirdi, yəni ilahi. Tikələri ovucumuza yığırdıq, ətlərimizə yığırdıq, quşbatın ətlərinə yığırdıq. Bilmirdik ki, hasasının başıdır, hasasının uçasıdır, hasasının bədənin hansı üzvləridir. Bu həyata yaşamışıq ki, çox çətindir, çox ağır anlarda sözsüz o günlər, o tarixlər. Nə də unudulmaz tarixlər. Nəzakət hanım, yəni o anlar, o ağır acılar bizim yəni arxada o şəhidlərimizin xanımlarının da ürəyinə ağrı vurdu, sevgililərinə də. Bax, biliyorsunuz Sevda xanım, baş əyəm Sevda xanım. Mən dəfələrlə bunu qeyd eləmişəm və Şəmkirdə işləyirdim uzun müddət, hal-sayını üçün pedaqoji stajım da var. O məktəbdə də mən danışmışam Sevda xanımla. Yəni başqa xanımlarımız da var sözsüz, amma Sevda xanımla bir yerdə çəkilimiz var. Bunu göstər, mən sinifə şagirdlərimə də bunu danışmışam. Bir Sevda qanun bunu eləyər. 32 nişanlısı var, şəkil çəkib günə zəhmət olmasın. Mən deyərdim, əsl Azərbaycan xanımı. Əsl Azərbaycan xanımıdır. Bax, ben onun elə... Doğrudan da nümunə xanım seçəli söz deməsin. Sevda xanımı tapdığım günü özü bilir. Gezəli ilə yazdım, danışdım, dedim səni tədbirlərə çağıracağım demək. Sevda xanım gedib, 32 il barmağında saxlayıb bunu.
üzük barmağımı deyir sıxırdı. Getdim Bilirəm. zərgərə verdim dedi. Mən onu genişləndirdim. Bəli. Bax belə Amma xanımlar çox xanımlarımız duru olur. duyulası Nişanlı. xanımlardır. Sinir Bəli. var bizdə Qusarda. Amma O da nişanlı. Nəyə olur, görə deyirəm gedir. əsasən? Bax indi görürsüz ki, gənclərimizi. Gənclərimiz bunlardan örnək götürməlidirlər. Sən Bugün deyəsən, evlənirlər, sabah boşanırlar. Elədir. Çətinliyə dözmürlər. Yəni Doğru. gənclərimiz bundan örnək götürməlidirlər. Əskər vətənə sədaqət anı Bəli. içdiyi kimi bizim Xanımlar. xanımlar da bəli, sevgiyə sədaqət anı içən bir xanımdır. Həqiqətən də örnək bir xanımımızı alqışlayırıq. Çox Əsl şəhərdə layiq bir Əsl, sevgidir. bəli. Həqiqətən də. Çox Sevda xanımın bir əmsi qızı var. Elə o da vətənə, millətə və 44 günlükdə vətənə necə xidmət edirsə və bu gün də Ağdamda xidmət edir. Saday xanım çox gözəl Belə insan. xanımlarımız çoxdur, sözsüz. İndi siz bəzən mənə sual verirsən, qadın xəlası nə işin vardı döyüşün qızının yerində deyim yox. Qadın qoxuna da ola bilir, Yoldaşım mənim harda, ola mən bilir o orada. yox. Və bizi hər yerdə qoşa güvərçinlər adlandırırlar. Elə bir yerdən özündə də hətta görsən bəzən çıxışlar edirlər. Yəni biz hər yerdə qoşa olduğumuza görə belə adlandırırlar. Bəli, bu da çətin həyatdır, çətin ömürdür. O ağır günlərdə, səngərdə, soyuqda, qarda, qiyamətdə bir yerdə olmaq doğrudan doğru həm şərəf vericidir, həm ağırdır, həm ömürlük yadda qalan xatirələrdən, günlərdən biridir. Sizinlə qürur duyuruq. Sağ olun, Həqiqətən. var olun. Həmişə elə yoldaşımla bərabər, həmişə yanımda həm təşkilat rəhbəridir, o ağır, həm məcburi köçkündür, yurdunu, yuvasını itirən bir xanımdır, qardaşını itirən, qohum-əqrəba, bütün qohum-əqrəbası şəhiddir, qazidir Səkinə xanımı. Üçü, yəni bütün dərddir onun. Başının bu hissəsi yoxdur, qıraq düşüb, yəni yara alıb, travma alıb. Üzündən nur yağır, Azərbaycan xanımıdır. Buyur Çok Səkinə teşekkür xanım. ederim Hikmet olsun. Bugün Mersi Roza Hanım, o mənfi enerji tərəfdən ağırlıq yox, o sammallı ağırlıq tərəfdən elə bir mövzu qoymuşsunuz ki, bütün Azərbaycanı əhatə edir. Şəhid yolunu gözləyən, itkin yolunu gözləyən xanımlar haqqında. Bu xanımlardan ikisi də mənim ailəmdədir. Mənim qardaşım itkin düşəndə şəhid olanda, onun 8 aylıq köpəsi vardı. Və üzr istəyirəm, onun bizim gəlinin bacısının da 3 aylıq hamilədir. Onlar sədaqəti ilə, hörməti ilə, qeyrəti ilə o uşaqları böyütdülər, tərbiyələdilər, ötdülər, ailə qurdular. Və o yoldaşlarını, hələ də onların yolunu gözləyir. Sonra biz Sevda xanımın həmişə adı çəkəndə deyirəm ki, o sədaqətən rəmzidir. Bir sevgidə, bir eşqdə nə qədər möhkəm sevirsə, nə qədər dərinə sevirsə, onda sədaqət yoxdursa, o sevgi deyil. Sevda xanım sədaqətən rəmzidir mənə görə. Eşqin, məhəbbətin rəmzi deyil, sədaqətən rəmzidir. Sevdiyinə sadiq qaldı, sevdiyini gözlədi. Mənim sevdiyim, mənim sevginin vətən olub. Elə balaca vaxtından indiyə qədər 50 yaşıma gəlib çatmışam, mənə vətən deyə getmişdir. Bəlkə də bizim torpaqların yetişdirməsi olduğuna görə, bəlkə Qarabağlı olduğuna görə, bəlkə mənim ailəmlə, mənim qardaşım qarışıqlı, çoxlu həm sinif yoldaşlarım, həm məndən bir sinif aşağı oxuyanlar, iki sinif aşağı oxuyanlar, böyük əksəriyyəti şəhid oldular. Mən Sumqayıtda tibb məktəbini bitirən kimi getdim Bayan Qamataylı komissarlığa. Bayan diplomu qoydum, həm də ki, pasportumu qoydum ki, mən könüllüyəm, nə vaxt istəyirsiniz çağırın. Və bir neçə gündən də sonra komissarlıq tərəfindən vərəqə gəldi, mən orada qaldım. Orada bizim elə əskərlərimiz vardı, nişanlılıydı. Onlar gedib evləndilər. Onların da toyuna gedibdik. Beləsi vardı ki, nişanlısıdır, nişanlı gözlə. Böyük əksəriyyəti ailə qurdu sonradan. O şəhidlərin yoldaşları ailə qurdu. İndi qızlar var, məsələn, Atlas xanımın hər kəlməsi mənə ki, od qoyur ürəyinə. Mən deyir, ömrüm boyu onun paltarını geyib adını yaşadacaq. Amma 1-ci Qarabağ müharibəsindən də neçə xanımlar verirlər. Sevda xanım kimi öz sevdiyinə sadiq qalır, sədaqəti ilə onu gözlədi. Abrı ilə, həyası ilə, isməti ilə gözləmək çox çətindir. Elə bir ki, adam nə qədər elçilər gəlir, nə qədər evdən tələb edirlər ki, sən ailə qurmalısan. Təzyiqlər olur. Bir ana küsür, ata küsür, tavırların qoyur ki, sən ailə qurmalısan və salam. Amma
nə qədər mübarizə aparasan, neçə illə mübarizə aparasan ki, deyərlər ki, hə, dayı, özün bilərsən, istəyirsən ərə get, istəyirsən getmir. Mənə elə gəlir ki, Sevda xanımın haqqında böyük bir filmlər çəkilməlidir. Çünki 33 il Sevda xanımın arxasında duran atası yoxdur, anası yoxdur. Mən düşünürəm ki, bunlara biz dünən Rada xanımla danışdım. Müraciət hazırlayaq Ali Baş Komandana. Bu elə xanımlara ömür gününü köpüşürüdüklər, bunlara şəhid statusu verilsin. Mən belə də yəni təklif edirəm. Həqiqətən, həqiqətən, bəli, biz bunu O edəcəyik. qanunun bilirsiniz ki, Gülərə xanım da bilir, hüquq fakültəsi oxuyub, mən də hüquq fakültəsi oxumuşum. Siz də ki, jurnalistlərin də hamısı qanunu demək olar ki, bilir. Hüququ qutarmasalar da jurnalistikada hüquq dərsi keçir. O qanunla mümkün deyil. Amma elə bir status verilməlidir ki, onlara, şəhid ailəsi kimi status verilməlidir. Şəhid ailəsi kimi doğrudur. Şəhid ailəsi kimi, ona bərabər bir status verilməlidir. Bacı qardaş şəhid ailəsi sayılmır. Bacı qardaş şəhid ailəsini qanun sayılır. Qanun sayılır. Yox, qanunda yoxdur da. Qanun sayılır. Qanun bilirsən necə sayılır? Bacı qardaş da sayılır. O zaman ki, həmin şəhidi şəhid olmamışdan əvvəl atası anası rəhmətə gedibsə, nişanlısı arvad uşağı yoxdursa, bacı qardaş onun varisi sayılır. Qanunlarda da bir şey var. O qədər boşluq var ki. Kaçmazda var elə. Var, elə var. Ata-ana o şəhiddən əvvəl rəhmətə gedibsə, onun statusu bacı qardaşa verir. Bilirsən, ömür gününü, əgər bu yəni şəhidə həsr edir, bütün ömür kitabını bağlayır, bütün yəni o şəhidi yaşadır. Bəs o şəhid xanımları var ki, məsələn, bunlar eləmir, bu belə gedirlər. Amma böylələri var, yəni bunlar həqiqətən şəhid ailəsi vermək, yəni statusu vermək, mən elə bilirəm ki, bu gözəl bir... Bizim kənddə bir dənə qız var idi, o nişanlıydı. Nişanlısı da onu çox sevirdi. Onlar da nişanlısını çox sevirdi. Nişanlandılar. 1-2 aydan sonra müharibədə onun nişanlısı şəhid oldu, gəldi. 5-6 aydan, 4 aydan sonra qız ərə getdi, başqa sənə getdi. Yəni hər adamın hünəri deyil də, ömrünü sərf eləmək. Elə də var, həm çox, ay belə sevilir, ay sevilir. Onun üçün deyiləm, sevgi, məhəbbət, o sədaqət. Biz yəni o ailə quranların da əleyhinə deyirik. Yəni biz elə müsəlmanlarla, qanunlarla uyğun həyat davam etməli. Amma biz həyatının üstünə xərc çəkir. O sevgi sadiq qalanların, yəni biz cəmiyyətə, gənclərimizə örnək yenirik ki, bugün tanış olursunuz, ayrılırsınız, bugün evlənirsiniz, boşanırsınız. Amma görün necə xanımlarımız var bizim. Roza xanım, mən bir şey təklif eləmək istəyirəm. Yazmaq lazım belə xanımlar haqqında da bütün dillərdə. Bütün dünyaya car çəkmək lazımdır, həqiqətən. Çünki belə xanımlar ancaq milli mənəvi dəyərlərə layiq olan xanımlar Azərbaycan yetişdirir, Azərbaycan xanımı ola bilər. Mənə elə gəlir ki, Sevda xanım haqqında, Atlas xanım ayrıca bir film çəkməlidir. O filmin adını heç nə qoymaq lazım deyil, elə qoymaq lazım Sevda. Əntiqə xanım da bizim yəni qəhrəman xanımlarımızdan da döyüş bölgəsində olan şücaət göstərən xanımlarımızdır. Hər kəsi salamlayıram, Allah salamı qəbul olsun. Hər yoldaşları deyirlər ki, mənim rəyimin bir teli belə deyil, çox sazdılar. Roza xanım, siz söylədiyiniz kimi mən də canınızdan uzaq, ən yüksək təzyiqli bir insanım. Sevda xanım mənə zəng elədi, dedim, yüksək təzyiqim var, amma səndən hara desən gedərəm. Yəni, o müharibənin ağırlıqları hər birimizin qəlbində var. Mən müharibə bölgəsində olduğuma görə bizim də rayonları, belə deyim, respublikanı regionlara bölmürəm, amma belə sədaqətli xanımı bizim də rayonda biri var, nişanlıydı. Qısa getmək istəyirəm, çünki hamı ətraflı danışdı Zəngilanda. O xanım bir evin bir oğluna nişanlamışdı, 2 bacının bir qardaşına. Eyni məkana getdik. Bilirsiniz, 92-93-cü illərdə o qədər silahımız yox idi, o qədər əskərlərin yemək təminatı yox idi. Bir cəfər olduğumuza görə yemək də aparırdıq əskərlərə. Nə lazım idi, imkanımız çatan yığışırdıq, aparırdıq. Həmin Zoya xanımın nişanlısı mənlə eyni gündə, eyni bölgəyə getdik. O bir Sücayət adlı xanımına, Səkinə xanım mənlə Zəngilanda gedib, o xanımı da şəhid görüb, həmin oğlanı da onu da məzarın ziyarət eləmişik. Demək, o Allahın bir qisməti idi ki, o şəhidlik, o Zoya xanımın nişanlısına qismət oldu, mənə qismət olmadı. Bizim maşın, mən redaksiyadan getmişəm heyətinə, onlar
Eyni Səkidə idarəmiz, rabitə şöbəsindən gedib. Alik, oğlanın adı Alikdir. Qızın, qadının da adı Sücayətdir, bir evladı var idi. 40 dəqiqə, yarım saat biz həmin yeri keçəndən sonra arxadan onlar, gələndə onları vurdular, şəhid oldu. 32 il, artıq 33 ilə keçib, Zoya müəllimə ailə qurmayıb. Mən Raykom partiyada işləyəndə Zoya müəllimə komsomol işçisi idi. Necə sədaqətli, sevgiyə sədaqətli, mən onda görmüşdüm ki, sevgi nədir, üzr istəyirəm hər kəsdən. Amma Gözdə xanım söylədiyi kimi, ailə də qura bilər, sevə də bilər, söhbət də elə bilər. Amma sədaqət, məhəbbət, sevgi hamıda olmur. O da bir Allah vergisidir. O da bir Allah vergisidir ki, insanın qanından gəlir ona. Zoya xanım bu günə qədər oturub Alikin, amma bir şey var da fərqi. Sevda xanım yol gözləyib. Zoya xanım aparıb dəfn edib, ümidin təmiz kəsib. Ümidi kəsilsə də ailə qurmadı. Dedi, o belə naçam getdi torpağa, mən də belə gedəcəyim. Bax, o cür qadınlarımız var. Yəni, mən Sevda harda varsa ömrümün sonuna qədər onun yanındayım. Apardığınız üçün də o məzarının, nişanlısının məzarını, yəni orada ziyarət etdiyinə görə mən sizə təşəkkür edirəm. Sağ olun. Rəfiqə xanım, siz də döyüşə gedən Azərbaycanın ilk xanımlarından olmuşsunuz. Bizim hospitalda bir şəhid oğlanımız vardı, mən ondan danışacağım. Əlfə Muxtarov. O bizim hospitalda bir dənə qız istəyirdi. Amma mən nə qədər eləyirdimsə, o qıza istəyirəm, sözünü demirdim. Özü də mənə deyirdi ki, o qızı sən yanında saxla, sənlə otursun, dursun. Amma mənim istədiyim bilməsin o qız. Dedim, niyə bilməsin? Qorxudur ki, şəhid olar. Dedi, yox. Mən bilirəm ki, mən şəhid olacam. O qız mənə ümid olmasın. Üstündən biraz keçdi, bir müddət keçdi. Gedirik də yol gedirik, toy şeyləri gedir də, karvanı. Deyirəm, Əlfə, sənin üçün olsun. Deyir, yox, mənim üçün olmayacaq. Hər dəfə o sözü dedi, amma doğrudan da axırda şəhid oldu. O qıza bildirmədi o. O hələ də mənim ürəyimdə... Siz də bildirmədiniz sonra? Öləndən sonra bildirdim. Amma o hələ də mənim ürəyimdə. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bax, siz dediniz, siz nəyə xatırladım? 92-ci ildə bir xanım var idi. Bəlkə indi hamı tanıyır. Familə xanım. Fərman qızı. Familə Fərman qızı, bəli. Familə xanım danışırdım. Çox baxırdım üzdən sakit. Deyərdim ki, bu xanım, yəni bu sakitliylə bu döyüşə gedə bilər. Amma əlində silahı, ilk döyüşə gedən xanımlardan. Onun nişanlısı şəhid oldu. Allah rəhmət eləsin. Sonuna qədər o şəhidinin, yəni qisasını aldı, intiqamını aldı və özü də şəhid oldu. Yəni belə xanımlarımız çox olur. Çox təşəkkür. Burada bizim bir qonağımız var. Yəni İsrafil qardaşı. Yəni nə deyəcəm? İsrafil bizim yəni Milliyətçi Hərəkat Partiyasındandır. Amma Azərbaycanı o qədər sevir ki, Azərbaycanın haqqında onun bildiklərini bəlkə də bizim ülkə gənclərimiz bilmir. Milli mənəvi adətlərini, yeməyini, musiqisini, hər bir şeyini, yəni Azərbaycan sevdalısıdır. Elə Azərbaycandaydı, ona görə mən də dedim, gəlin elə bizim tədbirimizdə də iştirak edeyim, mən də Türkiyədə olanda. Yəni çox, Türkiyədə tədbirlərdə iştirak eləmişəm. Ürək sözlərini, Azərbaycan haqqı eşitdim də bu qədər, yəni hiss elədim ki, təsirlənirsən. Teşekkür ederim. Ben milliyetçi bir insanım. Çocukluğumdan itibaren 1990'lı yıllardan sonra Ülk Ocakları'yla tanıştım. Adım İsrafil'dedir. Karabağ'da olanları çocukluğumuzda görüyorduk, duyuyorduk, işliyorduk, üzülüyorduk. Daha sonraları askere gittim ben. 96-97 Güneydoğu'da askerlik yaptım. Biraz sizleri dinledim, duygusallaştım, kötü oldum. Ben de orada şehit gördüm, gazi gördüm. Güneydoğu'da askerlik yaptım 18 ay boyunca. Ve Karabağ bizim Türk'ün kanayan yarasıydı. Ben YouTube'da Karabağ'da olanların hepsini, oradaki esirlikte olanların hepsini defalarca izlemiş birisiyim. Oradaki olan zulüm, işkence, hepsini birebir yaşayan içinde bir Türk milliyetçisi olarak hep hayalimdi işte Karabağ ne zaman Türk'ün kanayan yarası kurtarılacak, bu şekilde düşünüyorduk. Nasip oldu, işte 2020'de
Azerbaycan'a daha önceleri gelmek çok istedim. Ama dedim ki Karabağ olsun, kurtarılsın, nasıl olur inşallah giderim diye. Burada bir arkadaşımla bunu istişare ederken dedi ki Karabağ kurtarıldı. Allah kalbine göre geldi. Ben de o zaman rahmetli Ganire Paşayevan'ın ölümü yeni ölmüştü. O zaman ilk defa geldim buraya. Niyetim bir sefer gelip gitmekti. Buradaki şehitlerin hepsini dolaştım defalarca. Ben o tarihten bu tarihe tam 6 sefer herhalde buraya iştirak ettim. Belki de 15 sefer oraları dolaştım. Azerbaycan'ın rayonlarına gittim. Karabağ bölgesine gittim özellikle. Oraları gördüm, yaşadım. Yani Allah sizlere sabır versin. Hepinizin karşısında sizde bir laf var. Baş eğiliyoruz. Hepiniz Türk kadını, örnek bir Türk kadını. Örnek. Evet. Kolay değil. Geldi. Yani ne desek boş. Şehitlerimize Allah rahmet eylesin. Mekanları cennet olsun. Gazilerimiz sizlere de Allah sağlık, sıhhat, uzun ömürler versin. Bugünkü tədbirimiz, yəni dediyim kimi əsas mövzu Azərbaycan torpağı uğrunda canını fəda etmiş şəhidlərimizə və o şəhidlərimizin ruhunu yaşadan, ona sədaqət, vəfa göstərən, milli mənəvi dəyərlərimizə sadiq olan Azərbaycan xanımları haqqındaydı. Onları cəmiyyətə təqdim etməkdir. 4 xanım adı çəkdim mən. Qazaxda bax Vəli Mustafayevdir. Vəli Mustafayevin sevgilisi Xırdalanda yaşayırdı, Arzu xanım. Yəni biz bir gün eşitdik ki, Xırdalanda bir dənə xanım özünü binadan atıb, sonra öyrəndik ki, çox sonra mən öyrəndim ki, bu xanım şəhid sevgilisi olub, yəni şəhidin ayrılığına, sevgilisinin ayrılığına dözə bilməyib, yəni belə bir fədakarlıq göstərmişdi. Bu da, yəni qoşa bastırdılar onu, atası ilə söhbət elədim mən, Vəlinin dedi ki, gətirdik, oğlumun yanında dəfn elədik. İlham və Fərizənin davamçılardır. İlham və Fərizəni hər kəs tanıyır, amma Vəli ilə Arzunu tanımır. Mən ona görə istərdim ki, tanıtdıracam bu adlarını çəkdirdiyim qəhrəmanları. Sonra Atlas haqqında burada danışdılar, Şəhid Hüseyin Nəcəfzadənin nişanlısı, Atlasın fədakarlığı, yəni nişanlısının Rəhlə xanım da. Rəhlə xanım da. Bir də yəni Zaqatala rayonundan Turan şəhidimiz bizim, Turan Məhərrəmovun nişanlısıdır, Sahib xanım, yəni onların da yəni sevgisi yarım qaldı, toy libasları qara rəngə boyandı. Zəngilandan Alikindən Zoya xanım. Bəli, bəyan adlarını çəkdiyirik ki, belə xanımlarımız çoxdur. Və bir də 32 nişanlısının yolunu gözləyən, yəni Sevdə xanım ömrünü gününü, yəni sürüdən, qəlbi sevgi dolu, o 32 il, yəni hər adamın hünəri deyil, o üzüyü, yəni qaldırın yuxarı üzünüzü, yəni barmağında daşıyan, bayaq dediyim kimi, üzük barmağında daralmışdı, yaş öz həddini göstərir, Sevdə xanım gedib üzüyünü, yəni biraz enlətdirdi ki, bu üzük onun ölənə qədər barmağından çıxmayacaq. Yəni belə xanımlarımız var. Yəni bu ancaq mən deyərdim ki, məhz dünyada yalnız bunu bir Azərbaycan xanımı eləyə bilər. Mən indi Sevdə xanım ürəyiniz doludur, bilirəm, üzünüzdən, gözünüzdən hər şey hiss olunur. Necə həsrət çəkdiyinizi, necə içiniz yandığınızı, yuxularda gördüyünüzü, toyunuzda qalmış, yəni toy yarımçıq qaldı. Müharibə başladı, nişanlınız getdi və gözlədiniz, gözləyə, bu gün gələr, sabah gələr, xəyallar qurdunuz, Allaha dualar elədiniz, bir gün eşitdiniz, 30 ildən sonra bu xəyallar qurduğunuz nişanlınız yəni şəhid olur. Yəni nələr çəkdiyinizi biz gözəl bilirik və bugün də yəni sizi cəmiyyətə təqdim, artıq sizi cəmiyyət tanıyır, amma mən də bunu yəni o xanımları da, sizi də istədim ki, daha mən öz layihəmdə yəni bunu əks etdirim. Xalqımız sizin kimi yəni xanımlarla qürur duyur və gənclərimizə öyrətsin. Ürəyiniz doludur. Buyurun Sevdə xanım. Üzr istəyirəm, sözünüzü kəsirəm. O məqaləni oxuyanda Sevdanın bütün həyatını görəsiniz orada. Tamam, buyurun Sevdə xanım. Mən hər birinizi salamlayıram, xoş gördük deyirəm. Roza xanım, çox sağ olun, təşəkkür edirəm tədbiri keçirdiyiniz üçün, məni dəvət elədiyiniz üçün. Mən özümün yazdığım şeiri burada, istəyirəm o şeiri burada deyim. Qismətimə hardan düşdü bu yazı,
Zillətlərim vallah ötüb arazı. Gülüm niyə qoydun məni tam arzı? Dodağımdan axan xəfif gülüşə. Gəl mənim ol, sən mənim ol həmişə. Bir doyunca qızınmadım istinə. Xəzan yelə hardan əsdi üstümə. Qızınmadım, kör olmuşam tüstünə. Mən özüm də mat qalmışam bu işə. Gəl mənim ol, sən mənim ol həmişə. Neynəmişdim, axı nəydi günahım? Dağı, daşı yandırmaz mı bu ahım? Ömrüm, günüm, səcdəgahım, pənahım. Qayd atma ürəyimi təşvişə. Gəl mənim ol, sən mənim ol həmişə. Təşəkkür edirəm. Başqa sözünüz yoxdur. Allah səbir Sizə uğurlar Səbr arzulayıram. versin. Təşəkkür edirəm. Uğurlu olsun. Bəli, sağ olun. Sağ olun. Biz sizdən görüşürük. Yəni, layihəmizin də adı Sədaqətimiz Kurtuldu. Elə siz də yəni susdunuz, danışmadınız, içinizdə şeirlə, ifadə ilə, amma qəlbinizin dərinliklərindəki o mən sızıltını görürəm, o həsrəti görürəm, o sevgini görürəm. Tədbirimiz bugün yəni Əsgər Asi Cəmiyyətinin yəni layihə çərçivəsindədir. Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin xəttidir. Mən onlara da təşəkkür edirəm. Yəni bizə belə layihələrin verilməsində veteranlarımızı, qazilərimizi hər il yəni bu layihələri bizə verilir. Biz yəni bir araya gəlirik. Bir-birimiz üçün burnumuzun ucu göynür. Gör, hardan gəlim xanım? Şəmkirdən burada gəldi. Mən demədim ona, yəni ona əziyyət olar. Amma eşidib özü gəlir. Hər birisi, yəni buradakılar qəlbi, ürəyi yaralı, vətən həsrətli insanlarla, Səngərlərdə bərkimiş, Gülara xanım kimi komandir olmuş, bugün anadır, Ağsaslı anadır. Amma gəncliyi Səngərlərdə keçdi. Hər birisi xanımlar bir-birinizi görəndə qəribə bir şeydir. Elə ki, eyni biz əqidəli insanlarıq, gözümüzə sevinç gəlir bir-birimizi görəndə. Allah həmişə biz xeyir işlərdə, uşaqlarımızın xeyir işlərində görüşməyi nəsib etsin. Vətən sağ olsun, Allah Azərbaycanımıza güc-qüvvət versin, dövlətimizə güc-qüvvət versin, üç rəngli bayrağımızı yəni həmişə ucadan uca eləsin, dövlətimiz var olsun. Hamınıza təşəkkür edirəm, gələn ayaqlarınız var olsun. Sağ olun. Sağ olun. Sağ olun.